1956 təvəllüdəm. Buraya gəldikdə ağrılarım, çox dəhşət ağrılarım vardı. Belimdə, ayağıma vuran damarlara, sinirlər, tam yürümək vəziyyəti yox idi məndə, yəni. Sıfırda gəldim, yəni. Gəldim, sağ olsun, Nihat doktorun yanına gəldim. O mənə müayinə elədi. Bax, bu dəqiqə özümü çox yaxşı hiss edirəm. Yəni ki, heç bir ağrım yoxdur. İnanın ki, gecələr uyğu yox idi, yəni. Səhərəcən ağrıdan gözümü qapata bilmirdim. O yüzden belə bir vəziyyətdə gəldim. Şimdi mən özümü çox gözəl hiss edirəm, gümrah hiss edirəm və ürək dolu səmimiyyətlə bütün onlara təşəkkürümü bildirirəm. Sağ olsunlar, bütün heyət, bütün Olimpik Hospitalın rəhbəri, hamısı sağ olsunlar ki, məni bu qədər belə qarşıladılar və belə sağlam yola salırlar.